Çin süfrəsinin kiçik bir modelini tamaşaçılarımıza təqdim edirik. İstərdim bu təmlarla, adları ilə tamaşaçılarımıza da tanış edək. Bayaq elə dediyim kimi bu xoğu qabdır. Bu içində supu olur. Supu yəni adi su da ola bilər, ya sup da ola bilər. Bu elə bir ki, deməli tava kimi də isti. Burada basırsan isti başlayır isitməyə, deməli qabda. Ondan sonra burada bayaq dediyim kimi deməli çiğ ətdir, kahıdır, sonra göbələklərdir, Çin kələmidir. Yəni cürbəcür Çin deməli çiğ ətlərdir, sonra tərəvəzlərdir. Elə bu hot pot dediyimiz xoğun içinə atılır. Onun içində bu qaynayır, supu qaynayır. Ondan sonra bişdikdən sonra elə düyü ilə yeyilir. Kim hansını istəyir, həmçinin deməli bayaq dediyim kimi Çinlə Azərbaycanın biraz oxşar bir yemək var ki, o da adı jiaozi. Jiaozi adətən elə Çin bayramlarında, yeni ildə keçiriləndə bükürlər, sonra yeyilir. Yəni o da elə düşbərəyə oxşar bir yeməkdir. Və zəngin Çin mədəniyyətinin, Çin mətbəxinin əlbəttə kiçik bir hissəsini hazırda təqdim etdik.